İngilis dili test toplusu Dövlət İmtahan Mərkəzi isim mövzusu 3-cü hissə. 11-ci sual. Choose the compound nouns. A bəndində Norman sözü var. O sadə isimdir. A bəndi olmaz. B bəndində information var. Information düzəltmə isimdir. Ona görə də B bəndi də olmaz. C bəndində movement düzəltmə isimdir. Ona görə C bəndi də olmaz. D bəndində leadership düzəltmə isimdir. D bəndi də olmaz. Y bəndi qalır, Y bəndi spaceship, EML hər ikisi mürəkkəb isimdir. 12-ci sual. Choose the compound nouns. Mürəkkəb isimləri seçin. Burada 2-də wisdom var, sadə isimdir. 3-də novelist var, düzəltmə isimdir. Amma 1 ilə 4 sandcastle mürəkkəb isimdir. Tospace 4-də mürəkkəb isimdir. 1 ilə 4 doğru cavabdır, B bəndi. 13-cü sual. Choose the compound nouns. Mürəkkəb isimləri seçin. 1-də servant var, sadə isimdir. Bu olmayacaq. 2-də shipbuilding mürəkkəb isimdir. 3-də statesman mürəkkəb isimdir. 4-də darkness isə düzəltmə isimdir. 2 ilə 3 doğru cavabdır. 14-15-in suallarının cavablarını şərh bölməsində yazarsınız. 14 choose the compound nouns, 15 choose the compound nouns mürəkkəb isimləri seçin.